Bunlar eşidir, gəlir, qoşulurlar İmam Hüseyin ağaya. Cürət eləmirlər bu xəbəri İmam Hüseynə çatdırsınlar. Bir neçə mənzil keçəndən sonra deyirlər, ağa, xəbərimiz var. Bir nəfəri gördük, Kufədən gəlir, dedi, bəs Müslümü özüm gördüm, necə Müslümlə Haninin cənazələrini Kufənin küçələrində sürüyürlər. Atların da arxasına bağlayıb. İmam bu sözü eşidən kimi ağlayır. Ağlayır, deyir, inna lillah və inna ileyhi raciun. Allah Müslümə rəhmət eləsin. O öz vəzifəsini başa düşdü, əməl elədi. İndi biz də gərək öz vəzifəmizə əməl eləyək. Ağlaya-ağlaya gedir xeymələrə tərəf İmam Hüseyin. O xeymələr ki, orada Müslümün balaca balaları var. Müslümün qohumları var. Müslümün balaca qızı. İmam demir, xəbər vermir ki, Müslüm şəhid oldu. Xanım Zeynəbə deyir, bacı, get Müslümün qızını çağır gəlsin. O qız da çox balaca, az yaşda olur. O qız gəlir, İmam Hüseyin ağa alır onu dizinin üstünə. Başına sığal çəkir, nəvaziş eləyir, qız da zirəng olur. Onun nəvazişindən başa düşür ki, nəsə var. Deyir, əmi, deyəsən, atam şəhid oldu. Deyir, bəli, qızım, şəhid oldu atam. Amma bugündən sonra sənə atalığı mən eləyəcəm. Amma bilmirəm, nə qədər çəkdi İmam Hüseyin ağanın o atalığının dövrü. Bunu deyəndə xeymədən qadınların ağlamaq səsi gəlir. Həzrət-i Müslümün 2 dənə məzlum oğlanları da var idi ki, Müslüm şəhid olandan neçə vaxt sonra onları tutub zindana salmışdılar. Onlar zindandan bir vasitə ilə çıxırlar. Çıxırlar və üst tuturlar Mədiniyə tərəf. Mədinədə də anaları ilə bacıları yaşayır. Harisin xanımı Kufədə deyir, gördüm 2 balaca bala qol-qola verirlər, bir sağa gedirlər, bir sola. Soruşdum ki, şəhərin bu narahat vaxtında hara gedirsiniz? Deyir, başlarını aşağı saldılar, dedilər, ana biz qəribik, biz Müslümün oğlanlarıyıq. Şəhərdə də elan edirlər, kim bunları tutub gətirsə mükafat verəcək. Harisin xanımı deyir, Allaha görə, Zəhraya görə sizi evimdə bu gecə qonaq saxlayayım, səhər gedərsiniz, axşam təhlükəlidir. Gecə qalırlar, yemək yiyirlər, bir otaqda yer verir, onlara yatırlar. Bu xanımın əri gəlir, Haris, deyir, hardan gəlirsən? Deyir, İbn-i Ziyad fərman verib ki, kim Müslümün zindandan qaçan oğlanlarını tapıb gətirsə, pul mükafatı verəcəm. Nə qədər axtardım, tapanmadı. Təəssüf olsun, mənə qismət olmadı. Yeməyi yiyir, yatır, uşaqlar da yatıb qonşu otaqda. Gecə uşaqlar yuxudan uyanır. Birinci böyük qardaş durur yuxudan, ağlayır, ağlamaq səsinə balacası da uyanır. Deyir, qardaş, niyə ağlayırsan? Deyir, atam Müslümü yuxuda gördüm. Dedi, bala, bu gecə mənə qonaqsın. Bu da ağlaya-ağlaya deyir ki, mən də bu yuxunu gördüm. Onların səsinə o uyanır yuxudan. Divara söykənə gəlir onların başının üstünə. Kimsiz deyir. Deyirlər, biz Müslümün oğlanları. Əlini qaldırır, deyir, şükür olsun Allaha, mənə nəsib elədi. Əllərim bağlayır hər ikisini. Səhər aparıb başlarını kəsərəm, apararam İbn-i Ziyadın hüzuruna. Harisin xanımı da o bir otaqda saçların yolur. Allah əcəb Zəhra yanında xəcalətli oldu. Səhər açılır, əllərindən tutur, aparır Fərat çayının sahilinə.
Deyir, icazə ver, 2 rükət namaz qılaq axır məqamda. Namaz qılırlar, gəlirlər. Yıxır böyük qardaşı başın kəsməyə. Görür, balaca qardaş əllərindən tutur, deyir, Hariz, əvvəl məni öldür, anamın həsrəti var, toy edə bu qardaşlara. Balaca qardaşı yıxır yerə, başın kəssin, böyük qardaş deyir, evi yıxılan bu qardaşımı gələndə anam tapşırır mənə. Yıxır yerə, başların bədənindən ayrılır. Bunların da anası, bacısı Mədinədə yaşayır. Evdə oturublar, deyir, bayram günləridir. Deyirlər, görəsən balamdan nə xəbər var? Birdən qapı döyülür, balaca qız bacıları gedir qapını açır. Bir nəfər deyir, qardaşlarınızdan sovqat gəlib sizə. Bir bağlama verir, boxça verir. Qız sevinə gəlir anasına tərəf. Ana, şad xəbərim var. Qardaşlarım hədiyə göndəriblər. Ana yavaş-yavaş boxçanın bəndini açır. Bacısı əlin qoyub ürəyinin başına, aça-aça deyir, boyuza anavuz qurban, nə yaxşı vaxtda məni yad elədi. Bayram günündə mənə hədiyə göndərdi. Açanda, elə ki, boxçanın bəndini açır, Əya İmam-ı Zaman, Ya Bəqiyyətul Əxyar, nə gördülər boxçada? Bir neçə gündən sonra bu anayla bacı da dünyasını dəyişir. Gəlirlər, qusul verələr, kəfən eləyələr. Körünlər, əllərin qoyublar ürəklərinin başına. Əllərin ürəklərindən ayıranda körünlər hərəsi bir qanlı köynək basırlar. Ya Hüseyin, Ya Əba Əbdillah. Əssəlamu